Allah'ın adıyla istəyik Gülüşət bunun əhmağının amuzişini deyək. Gülüşət bunu biz əvvəldə bağça torpağına əkdik, gördük qəşəng olur. Amma soyada istədik ki, həzinə olmaya, biz bunu quma əkdik. Bir güldən quma əkəndən sonra quru əkdik quma, başına üstün suluyub laylon çəkdik. 3 gün qalandan sonra gördük çıxdı. Ondan sonra istəyik, elə bu birisi güllərimizi də quma əkək. Əvvəldə islatmamış bəzilərimizi bu cür kaşt elədik. Ondan sonra atcana qumları verdik üstünə. Ondan sonra qumları üstünə verəndən sonra paşla su verib başına bir dənə laylon filizi sardıq. Ondan sonra 3 gün qaldı. 3 gün qalandan sonra gördük orayı dünə çıxırlar. Çıxandan sonra laylonu götürüb 3 gündən bir, 2 gündən bir gördük ki, dipləri quyudu, paşla sulayacağıq. Burayı məsələn hər güldana 10 dənə, 15 dənə, məsələn 15 dənədən çox əhmiyəcəyik. İstədilər məsələn 5 sant, 6 sant olalar, onları dünə götürəcəyik, qoyacağıq ayrı bir güldana. Məsələn görürsən bayramda adam bir nəfəyə kadalır, ya birdən qəbir üstünə apayır, ya özünə bir dənə gül alır, güldən bir dənə toxumdan vücuda gəlir, onun birindən 200-300 adama əzinə oluyor. Amma bunu əksən 5-6 dənə olur günən, çıxart günən bu güldandan qoy o güldana. Qaşıqla da qoysan heç faydası zadı yoxdur, elə bir belcəklə qaşıqla götürsənlə ölüşüb xərab olmuyor, bitir ucalır. İndi bu nəhvədən xoşunuz gəlsə, rahat bir işdir. Bizi subscribe eləyin, like eləyin.